Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisinə qələbənin 276-cı bölümün başlayırıq. İnşallah ki, Türk tarixində dədələrimiz, babalarımız, nənələrimiz yazdığı və bizə miras qoyduqları əl yazıları ilə tanış olmaqla əvvəla bilək ki, əvvəldə bu ki, türkü oxumağımızı, yazmağımızı gücləndirək. İkinci bu ki, kitab oxuyaq, yəni bu da mühümdür. Üçüncü bu ki, tariximizlə tanış olaq ki, tarixdə sadəcə savaşlardan ibarət deyil, hökumətdən ibarət deyil. Tarixin bir bölümü kitab yazmaqlardan ibarətdir. Bir bölümü hangi qonularda, hangi mövzularda, hangi sahələrdə yazı yazıblar, düşünüblər, araşdırıblar, ixtira ediblər, iktişaf ediblər, təcrübə ediblər. İndi siyasət olsun, savaş olsun, həkimlik olsun, tibb olsun, dava-dərman olsun, mühəndislik olsun, şəhərsazlıq olsun, maşinalat düzəltmək mühəndisliyi olsun, hər nə olur olsun, yəni mal-heyvan, o tərəf ağac becərtmək, bunlar hamısı hünər, incəsənət, göylər, yerlər, ulduzlar, mədənlər, daşlar, bunların haqqında çoxlu kitablar oxumuşuq və yazılar. Din, dindən anlayış, fəlsəfə, fəlsəfədən anlayış, dünyaya baxış, dünyadan anlayış. Bunlar hamısı oradan, o tarixdən onları oxumaqla bizə bəlli olacaqdır və beləcə biz cəhalət mühəndisliyindən uzaqlaşacaq, özümüzlə tanışlaşaq. Tanışlıqda olandan sonra milli hiss, milli şuur bizdə gücləşəcəkdir. Onda türk birliyi, türklük, insanlıq, gözəllik daha çox bizə tanış olacaqdır. Bu günlər görək ki, hangi kitaba rast gəlirik və hangi kitab bizlə danışmağa başlayır və bizə nələrdən söhbət eləyəcəkdir. Gedək görək, dünənləri bir kitab oxuduq. Mən sevdim əslində onu. Zəfərnamə adında. Zəfərnamə adında bir kitab oxuduq. Cığatay türkcəsində yazılmışdı və bildiyimiz qədər Əmir Teymurun oğlu Şahrukşah haqqında onun savaşları və onun dövrəsi. Onun dövrəsi bir, gördünüz ki, hətta ChatGPT yazmışdı ki, türklərin bir Rönesans devri idi. Onun dövründə görürük ki, Əmir Əli Şirinəvai kimi və onun yanında olan, bu 6-cısıdır, 276-cı cələsədir ki, çalışıram türkünü öyrəşəm, amma özümə də qolay yol götürmədim, getdim, əl yazmaları oxumaqdan başladım. Çünki əl yazmalar daha çətindir, daha da, amma salimdir. Niyə salimdir? Çünki türk düşmənləri və Məsihiyyət dünyası ki, keçən 250 ildə türkləri və o birisi yerləri əlbəttə keçirdiblər əllərinə və onları torpaqların işğal edəndən sonra beyinlərin işğal ediblər, dillərin işğal ediblər, düşüncələrin, anlayışların da işğal ediblər. Bu kitablar, bunlar hamısı kitabda olub. Yəni, onlar bu işğalı kitabları yazmaqla beynimizi, dilimizi, görüşümüzü, anlayışımızı işğal ediblər və biz də qalmışıq, geri qalmışıq. Vaqiyyət budur ki, bunların işğalı bizi geri saxlayıbdır və hala da geri yox. Biz ən çoxunda bir montaj məmləkətik, montajkar. Yəni, onlar hər şeyi göndərsinlər, fikri hətta göndərsinlər, biz o fikri nuşxar eləyək. Nuşxar nə deməkdir, dostlar? Mal-heyvana yem verərlər, ya da gedər eşitə yiyər, gələr, oturar onu cevşər, meydəsindən qeytərər ağzına, tazaşdan onu cevşər, udar, tazaşdan qeytərər, ondan oynar. Biz də montajkarıq, yəni onlar bizə düşüncə verirlər, marksist, leninist, kommunist, nə bilim, sosialist, nə bilim, filan, bəhman, cinsəl, filan, bunların hamısını onlar bizə verirlər, bizə bunları nuşxar edirik, düşünürük, amma inanmırıq ki, qiyafətə tuturuq ki, məsələn, şeydir, biz, nə mənə, çox belə roşənfikir, ziyalı bir insanıq.
o halında ki, düşmənin əlində bir oyuncaq olmuşuq. Və bunlar hardan gəlir? Bunlar o kitablardan, özəlliklə çap olan kitablardan. Nəinki əlyazma kitablarda yoxdur, amma əlyazma kitablarda sayı azdır, özəlliklə 250 ildən öncəki kitablarda sayı az ola bilər. Bunun üçün mən əlyazma kitabları, 250 ildən öncəki kitablar, məsələn, dünənləri o kitab ki oxuduq, 600 neçə il bundan öncə idi, onu bir baxım deyim də. Üst-üstə dedik ki, bu kitab 840 hicridə yazılsa, 600 il hududən biraz o yüz bu yüz, 600 il öncə yazılmış. Bunun üçün çox önəmlidir. Çünki o zaman biz güclüyük. Biz türklər güclüyük və biz türklər güclü olduğumuzda ehtimalı bu ki, düşmən bizə içimizdə casusları, yazar casusları, düşüncə casusları olmuş olsun, kitablarda əl aparmış olsun, ehtimalı sıfıra yaxındır. Gedək görək bugünkü kitab nədir və hansı qonudadır? Bugünkü kitab İran Məclisi, İran Şura Məclisi, Milli Şura Məclisi kitabxanasındadır. Bu bilirsiniz, burada da görürük. Zahirən belə görünür ki, yekəldik görək, əcəba bu yekəlsə. Kitabı qeytərdik, biraz da yekəldik. Tamam. Bu kitabın boyu 14 santimetrdir. Burada görürük. Əvvəl istəyirik həmişəkinə da kitabın özünün bir əksinə baxaq görək, kitab nə cür bir vəziyyətdədir, durumu necə bir durumdur. İkinci səhifədə də aşağıda baxırıq, görürük ki, kitabın eni, iki səhifəsinin eni 21 səhifə ya 21 santıdır. 21 sant. Yəni 10 yarım sant kitabın enidir və 10 neçə sant oldu? 14 santı da deyək kitabın boyudur. Belə bir kitabla qarşılaşırıq. Kitabın indi qiyafəsini görürsünüz. Birinci cildi ki açıbdır. Burada çoxlu yazılar, hesablar yazılır. Bəqqallar alırmışlar da. Yəni o zamanlar bəqqallar savadlı adamlar hesab olurmuşlar. Çünki pulları olurmuş. Hesab kitablarında bunun üstündə edilmişlər. Bir də məclisin möhrünü görürük. Yazılar da çoxdur. Su da geçib kitaba. Dedim, bəqqalda olduğu üçün də şeydir. İkinci səhifədən biz görürük ki, bu kitab değişdi. Kitabın adı nədir? Kitabın adına üstündə PDF-də yazılıbdır ki, Töhfə-i Şahidiyyə Dədə, türkü dilində. 63 səhifə, yəni ki, 63 səhifə deyəndə olar, bunu gərək 2-yə çarpaq. Çünki hər PDF-in 2 səhifəsində biz, əlbəttə indi baxacağım, görürüm ki, əcəba 2 səhifə gedir, ya 4 səhifə gedir. Ona baxaq. Görək ki, bu Dəxi Əshab. Bəli, hər səhifəsində 2 dana səhifə gedir, yəni onlar 126 səhifəlik bir kitabla üzbəüz dururuq. Bir zərrə kiçiklədim, kitab yerləşsin bura. Aha, tamam. İndi burada baxırıq, görürük ki, kitabı yazan çox gözəl bir xətti ilə yazıbdır ki, bunu mənim kimi türk dilində, türk ədəbiyyatında, türk düşüncəsində, türk yazısında savadsız bir adam da oxuya bilər. Bu gözəlliyinin biri budur ki, elə bir şeir yazıbdır. Belə görsəniz ki, bu şeir kimi yazıbdır. Amma gözəlliyi budur ki, bu əlifbanın üstünə onun səsin qoyubdur. Biz bu o zaman, hangi zamanda yazılmış olsa, hangi çağın kitabı olmuş olsa, o çağda kəlmələr, sözlər, hərflər nə cür ağızdan çıxır, hangi səsi verir, onunla oxuyarıq. Və bugünkü düşüncəmizlə ya öz bölgəmizin ləhcəsi ilə oxumarıq. Bu o gözəlliyi kitabın səs qoymağıdır, standart olubdur, görürük burada. Mən kitabı görürsünüz ki, vərəq vururam. Hər halda kitab çox işlənibdir, ora-burası şey olubdur, sürtülübdür, xərab olubdur, köhnəlibdir, yəni köhnə, amma cırılmayıbdır. Bununla belə ki, çox yerdə su da görürük, geçib üstünə, üst tərəfində görürük, amma kitab cırılmayıbdır. Burada da bir şeyler yazıb altına ədəd qoyubdur. Bunlar nə deməkdir? Baxarıq, görürük ki, bunlar nədirlər? Davam edirəm, görüm ki, bu kitabda qəti axər belə bir şey yazıbdır. Müftəilun, müfailun, müftəilun, məfail. Şeirin bilirsiniz ki, şeir sənəti ərəblərdən İslam dünyasının heç olmasa deyək ki, türklər və farslara giribdir. Onun elmi, yəni onun elmi ərəblərə giribdir. Ərəb dili
İslamdan öncəki adına deyirlər cəhalət dini, yəni cahillik. O cahillik dövründə dil çox əcib. Dil deyəndə yəni düşüncə. Dil düşüncədir. Dilsiz düşüncə yoxdur. Yəni biz düşüncəni dil ilə yaradırıq. Dil olmasa düşüncə yarada bilmirik. Əlbəttə, bəzi zamanlar düşüncə dildən önə də keçə bilər və bir təcrübə yaradar. O təcrübəyə biz dil qoyarıq, ad qoyarıq. Dil, yəni dildən ona bir, əlbəttə dil bilirsiniz, hər şey birdən patlamaz. Dilin içində inkişaf elər, yavaş-yavaş. Dilin bir sözləri, bir ayrı düşüncələri zehnə gətirər. Oradan gələr. Ona görə də ona ad qoyarlar. Bu bizim şeir də o şeylərdəndir. Görürsünüz, burada şeirləri yazılıbdır zahirən. Şeirlərin də burada da bir çox gözəl yazı yazıb amma oxunmayacaqdır. Şeirlərin elmi, şeir elmi bu ərəblərin dilində yaranıbdır. Hətta bu günlərdəki ərəblər istəyirlər, ərəb dilin güclü oxuyalar, analiz eləyələr, gedirlər, İslamdan öncəki şeirlərin oxurlar. Onların üzrünə. Çünki dilin meyarı odur. Ərəb dilinin meyarı odur. Əlbəttə, sonralar müsəlmanlar Qur'anı Allah dili deyərək meyar eləyiblər, amma yenə də elə İslami məktəblərdə, mədrəsələrdə dərs oxuyanda da istəyirlər bir dilin, bir kəlmənin, bir düz işlətmağın mənasını anladarlar, deyirlər ki, filan kəs belə deyibdi şeirində. Məsələn, Həzrət Məhəmməddən nə xət qabaq. Qeydaq kitabın özündən biraz oxuyaq. Bu kitab, görək ki, bizə nə deyir. Kitabın adı Töhfə-i Şahidi, yazıbdır Nəsab-ı Türki. Müəllif Şahidi deyə ad aparıblar. Şumarə qoyublar, burada 78-16-dır ehtimalən. Amma burada dəyişdiriblər, fərqli bir şeydir. Kitab sansurdan keçibdir neçə dəfə. Bilirsiniz ki, İranda Töhfə-i Şahidi dər müqabili Töhfə-i Hisami. Bir dana Töhfə-i Hisami varmış, bir dana da Töhfə-i Şahidi varmış. Töhfə-i Şahidi dər müqabili Töhfə-i Hisami. Şahidi pesərdir, nə mənədir? Cüdayi əz ehtimalən bu bir şey yazıbdır burada. Mən şahidi cüdayi əst əz əhli münşəat. Tarixi təlif 921. 921-də bunlar yazıblar ki, bu kitab şey olubdur, yazılıbdır. 921-i əgər tutsaq, indi biz özümüz də baxarıq buna. İndi 1447-ci ildir, bundan 921-i çıxsaq, bu kitab 526 il öncə yazılıbdır. Bəs bunu yazaq, əvvəl adını yazaq, kitabın adı Ad Töhfə-i Şahidi, Dil Türki, Form şeir ya qoşma, yazar şahidi və tarix 921 Hicri qəmər. Tamam. Bunu biz burada birinci səhifədən bunları çıxartdıq. İkinci səhifə yazıdan bir şey gəlmir. Cildi açıbdır, içəri görsə çox qarışmışdır. Kitafət burada Məclis Şurayı Millinin möhrünü görürük. Kitabın Bismillahla başlayıb, amma Bismillahdan üstə bir ayrı xəttinə və rəngi də biraz daha çox qərə rənginə, cöhərinə yazı yazılıbdır. Görək orada nə yazıb? Yazıb ki, Subhi kəbəlleyli yüzün eyt nur. Ehtimalən mən bunu
ərəbcə gərək oxuyam, amma bilmirəm nə mənadır. Subhukə və leyli büzukə itnur ruxukəl ələngi nədir nur əli nur əla nur mufailin fəulun həz məğzuf بود در کلام خور. Nə mənə başladım, oxuya bilmədim, çünki bilmədim. Bismillahirrahmanirrahim ilə kitab başlayır. Bəzi yerdə bəzi kəlmələri şey eləyibdir, tərcümə eləyib altında. Tərsə bir xəttinə ya aşağı ya üst yuxarı tərcümə eləyibdir. Baxarıq görək ki, nədir oxuya bilsək. Bismillahirrahmanirrahim. Benam xaliq vəhyi xaliqu və hayyu təvana. Xaliq yaradıcı. Altında yazıb yaradıcı. Bir dənə xət çəkibdir. Əlbəttə benamı da üstünə çəkibdir. Xaliqin də üstünə belə xət çəkib, amma orada yazmayıb. Aşağısında xət çəkib yazıbdır ki, xaliq yaradıcı, hayyu diri, təvana güclü. Qədimi qadiri bina və dana. Qədim əzəl, qadir qüvvət sahibi yazıbdır. Olacaq bu. Bina görücü, dana bilici. İndi şeir yaddan çıxacaq da, amma neyniyək beləsi. Əvvəl şeiri oxuyayım, sonra qeydib lüğətləri oxuyaram. Benami xaliqu hayyu təvana qədimi qadiri bina və dana. Sənavu həmd şükri bi nəhayət, sipasu minnəti bi həddi qayət. Ana kim var edib bu kainatı, yaratdı həm həyatı, həm məmatı. Yox ikən ol dedi var ol idi. Yox ikən ol dedi var ol idi. Var ol idi. Yəni heç zət ki yox idi, o dedi ki var oldu. Yox ikən ol dedi, var, oldu. Pəs indi düz oxuduq. Həm etdi qüdrəti ilə xaki Adəm, onun nəslindən etdi ənbiyayı, xüsusən ki, Həbibi Müstəfayı, salat ilə salam ol daim, ki aninlə dini İslam oldu qayim. Şeir oxuyaq, gedək beləsi. Dəxi əshab alinə ki bunlar, onun şər'inə oldular müsəxxər, pəs ondan sonra bil mərhum məğfur, xudayi ol kəmalat ilə məşhur. Ehtimalən bu xudayi, adı xudayi olacaqdır, ehtimal verirəm. Pəs ondan sonra bil mərhum məğfur, xudayi ol kəmalat ilə məşhur. Ey çox oldu, yox, beləsi iştibahlədim. Gedər əldədir bu muhtacu gidayə, ki validdir bu muhtacu gidayə. Xudayi dədəsi olacaq bəs. Ki validdir bu muhtacu gidayə, ola ruhinə rəhmət bi nəhayə. Kitabı var idi, mədrəsəyə gedəndə ya dərs oxudanda məktəbdə onları lüğətləri şeirlə oxudular. Oxutmuş deyil lüğətlər bana yəni bana, bana mənzum. Oqidum əvvəla töhvə hisami. Əvvəl töhvə hisamini oxuyubdur. Oqidum əvvəla töhvə hisami, müəddər oldu anla məşami, ya da anınla müəddər oldu anınla məşami. Dəxi mənzum oquddi çox lüğatı, daha çoxlu kitabları. İçirdi təbimə abi həyatı, soruşmə oldum lüğət elmində mahir. Şu rəsmə, yəni bu şəklinə, bu yoluna. Su rəsmə oldum lüğət elmində mahir. Lüğət kim bilməsəm, oleydi nadir. Çətin bir lüğət vardı ki, deyə bilmirəm. Mən fikirəm bu kitabı oxumuşuq bir dəfə. Çünki bunlar mənə çox tanış gəldi. Amma bunu rahat oxuram. Əgər onu da oxumuş olsaydım, onda çətin idi. Kəda 10 salə olduqda xudayi. Adı xudayidir.
keza 10 salə olduqda Xudayi edib rehlət qodi dari fənayı. Yox, dədəsi olacaq ehtimalən. Edib rehlət qodi dari fənayı. Bana ki oldu lüğət elmi müsəxxər. Nə elmə başlasam oldu müyəssər. Bu kitabı qətlən oxumuşam. Xüsusən elmi Rəbbani ki Sultan Cəlaləddin demişdir, Mü'zi Qur'an ya Muizzi Qur'an, Mü'zi yazıbdır, Ma'zi Qur'an, kitab-ı Məsnevi kim quti candır, ziya-i nur çeşmi aşiqandır. Bana kəşf oldu bir təlim ustad. Bunlar, bu iki kitabların ki adını apardı. Məsnevi özəlliklə deyir ki bu, bana kəşf oldu bir təlim ustad, anınla eydərəm uşşaqa irşad. Dərs deyirmiş zahirən. Yəqin bildim ki bir nurəstə məsum, lüğətlər oqiyav zenilə mənzum, vəzni ilə mənzum. Lüğətlər oxiya, vəzni ilə mənzum. Ana hər elm olur, əlbəttə asan. Əlbəttəni əlbəttə yazıbdır. Ana hər elm olur, əlbəttə asan. Olar aləmdə bir mərdi suxəndan. Xuda şahid eyliyə, Xuda şad eyliyə, ruhun hisamın. Hisamın kitabını oxumuşdu da. Orada da iki kitab, bir Hisam, bir də Mevlana, bunları oxumuşdu. Verə cənnətdə əlasın məqamın, gətirdi nəzmə bunca dürri məknun, səlis o şux o vərnək, səlis o şux o rəngaمیز o mozun. Cəhanda yıqdı bir şəm-i münəvvər, yaqdı. Cəhanda yaqdı, yaxdı, yandırdı. Cəhanda yaqdı bir şəm-i münəvvər, sönməz həşridək nəf'in görənlər. Sönməz həşrətəş nəf'in görərlər. Hədisində buyurdu fəxr-i aləm Həzrət Muhammed sallallahu aleyhi və səlləm. Bu mənayı ki oldur xeyr-i adəm. Qalə Rasulullah sallallahu aleyhi və səlləm nə deyibdi? Deyibdi ki xeyrun nasi mən yənfəun nas. Deyibdi ki hədisdə buyurdu fəxr-i aləm, bu mənayı ki oldur xeyr-i adəm ki ola daima xeyratə sai. Adamların yaxşısı, xeyri odur ki daimən səy eləyə ki xeyr iş görə. Edərlər xəlq ondan intifai, ondan intifa mənfəət götürmək. Dil adəm, burada bir şey, qırmızı xəttindən bir şey yazıbdı, o nə mənədir? Dil adəm yazım, dilarım ki yazım bir xoşca namə. Dilarım yəni dilərəm, ərəb fail eləyibdir, dilarım ki yazım. Ki qırmızı xəttindən sonra izafə eləyiblər, mən də elə izafə elədim. Diladum yazıbdır. Əlbəttə diladum, yəni keçəcəkdə kitabı yazıb qutarıbdır zahirən. İndi deyir ki, diladum, yəni dilədim, arzu elədim. İçərimdən bir diləmək gəldi. Diladum, yazım bir xoşca namə, yazım. Nəzirə ola ol töhvə hisamə. Töhvə hisamə bənzər, nəzirə yazım. Ki bundan daxil ola çox fəvaid, necə nəf edələr ondan zəvaid. Ondan izafi mənfəətlər çəkilir. Şəkərdən günə beşsə həlva. Şəkərdən günə beşsə həlva olur bir zövqi hər birində tənha. Olur bir zevq hər birində tənha. Müzəyyən olsa bir məhbub ziba, geyib ənva-i əlvani ilə diba ipək. Verir hər rəngi ana bir dürlü nə dənlül var isə onda cəvahir.
Nə dənli var isə onda cəvahir, gətirdim bunda illa ki olə nadir. Deyir, hər nə mənə ki vardı, onda burada gətirmişəm, illa ki orada burada nadir, yəni tapılmayan bir şey, çox az. Qodum anları ki istimali yoxdur. Qodum anları ki istimali yoxdur. Vəli olmayan anda bunda çoxdur. Onda olmayan burada çoxdur. Deyir, o şey ki Töhfə-i Hisamidə yoxdur, burada mən yazmışam. Qodum anları ki istimali yoxdur. Hətta deyir, o kəlmələr ki istimal işlənmir dildə, onları da mən gətirdim. Bəli, olmayın anda bunda çoxdur. Hisami, Töhfə-i Hisamidə olmayanlar burada çoxdur. Gətirdim Məsnəvidən çox qəraib. Əcib Məsnəvidən də istifadə edibdir ki, ola Mevlevilər buna rağib. Mevlevilər onlar ki, Mevlana tərəfdarlarıdırlar. Olan bəhranda vardır bunda amma. Olan bəhr anda vardır bunda amma. O bəhri ki Məsnəvidə var, deyir, bunda da var. Bəhr okyanus. Olan bəhr anda vardır bunda amma dəxillərini içində bir-bir. Bəhr dəryaya deyirlər. Onun da içində mövc var da, belə hərəkət edir, bir də dərindir. Bu musiqinin də ahənglərinə bəhr deyirlər. Çünki elə bu da həm mövcu kimidir musiqi, həm də ki dərindir da insan bunu. Hər halda tamam olduqca hər bir qitə mövzun yazardım anda bir beyti Humayun ki ola farsi bir misra'i həm. Ki ola farsi bir misra'i həm, biri türkçü ola nə biş و nə kəm. Ki türkçü farsiyə ola müqabil. Bulur əhli ki olur bu nəzm müşkil. Türkçü farsi yazıbdır. Hər kəlməyə bir onun Türkçəsini, farsçasını yazıbdır. Deyir, bilir ki, bu nəzm əhli, şeir əhli olur ki, şeirdə bilirlər ki, bu çox çətindir. Bu rəsmə eylədim ol beyti tərtib ki, belə mübtədi əhval tərkib çu iltaqi xuda əltaf olacaqdır. Çu əltaf xuda göstərdi itmam, elə ki, kitabı qutardım. Dedim ben dahi Töhfə şahidi nam. Kitabın deyir, kitabı qutarandan sonra dedim ben dahi Töhfə-i şahidi nam. Adını qoydum Töhfə-i şahidi. Cədayəm şahidi Mevleviyəm. Cədayəm şahidi Mevleviyəm. Mevlevinin tərəfdarlarının şahidi bölümündədir. Diyarü menşadə məğlubiyəm. Diyarı menşadə məğləviyəm. Məğləvi ehtimalən lüğəvi deməkdir, yəni. Bəhəmdülillah ki, mərd mənəviyəm. Ki qəvvas bəhar məsnəviyəm. Muradım bu töhfə buldu şöhrət. Muradım bu töhfə buldu bulə şöhrət. Bulə şöhrət tapan, məşhur olan. Gələ avzan ilə, gələ ovzan vəznlər ilə, gələ avzan ilə ətfalə qudrət. Edələr fürsilə avzani hasil. Bu şeirin vəzni ilə, ahəngi ilə farsını örgəşələr. Edələr fürsilə avzani hasil, olalar ilmi Mevlanaya qabil. Dəxi zehi izzət, zehi dövlət, səadət. Dil bilmək, örgəşmək, zehi izzət, zehi dövlət, səadət. Anın ki anda olə bu elmə ləyaqət. Və leykin qurqarəm bir cahil dun. Və leykin qurqarəm bir cahil dun. Və leykin qurqarəm, qorxaram. Və leykin qurqarəm bir cahil dun. Dun əşıqa, əski. Ki anın ölməyə kəc təb'i mövzun, təb'i ruhu. Məsələn, mənim şeir təb'im yoxdur. Bu deməkdir. Edaməz vəzn ilə
təqtii təfhim. Deyir, vəzn ilə bu şeirlərdə bir ahəng var, kəlmələr bir-birindən ayrılır ondan. Yəni harda duracaqsan, məsələn mən qələt oxuyanda bilirəm ki, qələt oxudum, çünki vəzni qələt oxudum. Edəməz vəzn ilə təqtii təfhim, edə cəhl ilə hər məsumə təlim. Bir cahil adam, mənim kimi bir cahil adam deyir ki, gələ istəyə o birislərə dərs verə. O halda ki, özü türkçe dilin başarmır, lüğəti bilmir, istəyir dərs verə. Gör nə olar. Rəkik o kəradə bu mövzun kitabı. Rəsil öqradə. Gördünüz, qələt oxudum gənə. Rəkik öqradə. Rəkik pis. Farsıya gedibdi, işlənir. Rəkik. Rüç şayət kəlməsindən düzəlmiş ola bilir. Belə zehnimə gəldi, bilmirəm. Rəkik ola öqradə, örgədə. Rəkik öqradə bu mövzun kitabı. Bu kitabı mundar eləyə əslində istəyir ya. Pis eləyə. Xarab edə o təb'i müstətabi. O təb'i müstətab. O gözəl təb'i, böyük təb'i, yəni ruhi ki bunu yazıbdı, onu bir xarab eləyə. Yəqin bilgil ki, bir oğluncıq əvvəl. Yəqin bilinəl ki, bir oğlancıq əvvəl oxuya şeiri namozun o mühməl. Yəqin bil ki, bir oğlancıq, bir uşaq əvvəlcə oxuya şeiri oxuya namozun, onun bəhrin vura bir-birinə, mühməl, mənasız oxuya. Olur təb'i rəkik süstü məğbun. Onun təb'i şeirin, yox onun təb'i olur təb'i rəkik süstü məğbun. Məğbun ziyan olmuş. Ziyan olmuş olar. Qılur məhrum olmaz daxi mövzun. Qalur məhrum. Qalur yəni qalar məhrum. Qalur məhrum olmaz daxi mövzun. O məhrum qalar anlayışlardan, kəlmələrdən və o ahəngidən də çıxar, bəhridən də çıxar. Məgər bir haziq ustad kamil. Məgər ki bir haziq yəni mahir adam. Hər işdə bir adam ki çox işləyib, təcrübə sahibidir, işi yaxşı başar, ona haziq deyərlər. Məgər bir haziq ustad kamil ani cəhd ilə edə vəznə qabil. Gəlür və zəndü vəli, gəlür vəzndən vəli bülməz səlasət. Gəlür və zəndü vəli, bunu heç oxuya bilmədim. Mən indi bu dəqiqən bu adam dediği oldu mənə. Gəlür vəzn vəli bülməz səlasət. Deyir, vəzni gələr, onun bəhri gələr, amma səlisliğin bir yolda bilməz. Bu ravan, səlis ravan deməkdir. Görək ki, səlisi burada nə yaza bilir? ChatGPT. Səlis, səlasət. Görək bunda nə yazır? Sifət, məni, rəvan, asan, bi-püçü xam, qabili fəhm. Karbur بیشتر برای زبان. نثر، بیان، گفتار. نثر او سلیس و دلنشین است. فارسıca cavab yazdı. Tamam. Qalur təb'ində əlbət bir rəkakət. Əlbət, orada əlbətdə yazmışdı. Burada T ilə yazdı. Əlbət bir rəkakət. Rəkakət dedik da, şayət də hətta rük sözündən ola. Görək ki, rükü nə yazır? Rük və rəkakət sözlərinin kökü və anlamı nədir? Görək türkçe yazır, biz türkçe yazdıq. رک و رکاکت هر دو فارسی امروزی به کار میره اما همریشه نیستند و جایگاه و معنایشان جداست. پس bu دیرشی بلسی değil. رک فارسی کهن، فارسی میانه از ریشه ایرانی رک رای به معنای آشکار، راست و بی پرده. Bunlar deyiblər də hər halda. رکاکت عربی از ریشه سلاسی رکک
سست شدن، نازک و ضعیف و گشتن و فلان çert pert deyir. Bəncə çalışır ki, neynədik bunu? Dedi ki, qalır təbində əlbət bir rəkakət, qosan əgər yelə bir tazə nəhali, əgər qosan əgər yelə bir tazə nəhali, əcəba bu yeldir, yoxsa yeldə, belə bir şey. Qosan əgər yel bir tazə nəhali, boyuya toğrulərmi anlə misali. Böyüyə böyümək, toğurələrmi, toğmaq, çoxalmaq. Böyüyə toğurələrmi anlə misali. Ona tayı deyir ki, ondan çıxar, əgər yel qabağında qoysalar. Görək beləsi. Ya yeki bir dəğə kim olə ol xalq. İndi buradan da bu yüzə mən zahirən düşürəm şeyə də, çünki getdi təxəssüsü lüğətlərə zahirən mən bunları oxuya bilmirəm. Ya yeki bərdəğə kim bardaq. Ya yeki bərdəğə kim ölə ol xaç, bardaq ki o torpaqdır, qoyasan buli yox yemək. Bu bəvli. Qoyasan bəvli yemək edəmi pak. Əgər bir bardağa bol işəmək doldurasan, deyir onu yumaqla pak olar. Ya yeki bərdəğə, yeki ehtimalən bir bardaq, ya iki bardaq. Yeki bərdəğə kim olə ol xaç, ki onlar torpaqdan düzəlir. Qoyasan boli yemək edə mi pak. Əgər ona bol qoyasan, işəmək qoyasan içinə, əcəba onu yumaqla pak olar. Xuda qəhr eləyə ol cahilə kim qarğış başladı. Oqidür nəzmi kəz olub müəllim. Xuda deyir Allah o adama ki, savadı yoxdur mənə, istəyir bunu kitabı oxuya, müəllimlik eləyə, deyir Allah ona lənət eləsin. Belə. Oqidür nəzmi kəz əyri olub müəllim. Ana kim olmadı mənzum məqdur, çö təlim etmək istər bari mənşur, xarab etmiş durur töhfə hisami. Necə kəztəb-ü namuzun ami, necə kəztəb-ü namuzun ami. Bənim bu töhfəmi sən saxla ya Rəbb. Dua elədi. Bənim bu töhfəmi sən saxla ya Rəbb, saxla. Şulərdən ki olmuyor təbii muhazzəb. Muhazzəb təhzib sözü də buradan gəlir, yəni pak. Nəsib etmə bunu zehni səqimə. Nəsib et zehni paki müstəqimə. İndi buradan başladı şeirin məfailun, fəulun adında şeirin əvvəl bəhrini tutdu, ondan sonra gəlir. Dürüş can peder elmə dün o gün. Dürüş can peder elmə dün o gün. Kim etsə şahidiyə hezlə yad. Mən bunlardan geçeyim. Oxuya bilmirəm. Tamam. Buradan oxuya bildik biraz zorla. Buradan da lüğətlər başlayır. Həm də şeir ahənglə. Bunları mən də bilmədiyim üçün lüğət. Buradan geçirəm. Kitabın axirində görək bir şey yazıbdır, qutarıbdır. Bir tarix burada özü yazıbdır ya yox. Kitabın sonundan çalışacağım ki, o şeylər, əvvəldə dedik ki, bu kitabın bəzi yerlərində lüğətləri yazıbdır, onu deyirdim. Qədim yazıbdır əzəl, qadir qüdrəti sahibi, bina görücü, dana bilici, səna dua, həmd etmək, şükr bi nəhayət olubdur, şükr etmək, nəhayət, nəhayətsiz,
Sipas şükr, minnət şükr. Qayəti yazıb, amma görmürəm mən. Ana kim var edib, ol Allaha kim, ona kim, Allaha kim. Bu necə məxluqatı, bu kainatı məxluqat yaratdı. Edib bu var edib bu məkunatı, bu necə, ya bunca məxluqatı yaradıb. Həyat həm diri, belə bir şey, məmati həm ölməyi yaratdı. Ondan sonra bunlarda görmürəm. Məsələn, burada müəttər olduğu anınla məşami, burada can yazır. Məşam can. Çox mənasını yazmayıbdır əslində. Biraz yazıb, yarımçılıq qoyubdur. Da, bəli, yarımçılıq qoyub, qalanın qalıbdır. Axirdə keçir kitabın lüğətinə. Gedək kitabın sonundan görək ki, bir iki səhifəni oxuyaq, görək burada nə yazır. Bihudə sözdür, əqlisizdir nişan. Ya nişaf, beləsi olacaq. Başda buram buna həmənədir. Zişdi, həfriqo, nişanədir hədəf. Burada kəlmat bir-biri ilə, hansı ki, nişanınki hədəfdir, nişanə hədəf. Zişd, təğriq, həfriq, belə bir şey yazıb. Bilmirəm ki, bu silini baltı, əlbəttə bilmirəm ki, həfriq olacaqdır. Həfriq türkcəsi, yəni bu zişdin türkcəsi bu olacaq məsələn. Bihudə sözdür, əqlindir nişanı. Nişan olacaq bu. Bu nişan sözün yeri, əlbəttə 4 yazıb, burada yoxdur. Qıfdır, qıf durur. Bir nöə qıb, qav oldu xıf. Tamam. Mən bunları oxumayayım, çünki mənim zorum çatmadı. Düzün axtarsınız. Amma yaxçılığı dedik bu kitabın budur ki, lüğətçi dostlarımız bunu anlarlar. Mənim lüğətdə əlim olmadığı üçün əsla buna girsəm, yəni başım da ağrıyar. Eyləyib həqqə təvəccüh dedim, oldum tarix. Aha, buradan tarixdən danışdı. Tamam, gələk görək tarixi nədir? Qüvvət məhbubə filan gəldi bu birisi səhifədə. Eyləyib həqqə təvəccüh dedim, oldum tarix. Yərhəməllah limən sənəəhu fil uqba. Bunu yazdım qələ bəndən yadigar. Qəlmim bən qalə, qalmiyəm mən, qalə xəttüm yadigar. Oğuyanlardan ricam edə dua, oğuyanlardan ricam edə dua, oğuyana rəhmət eyliyə xudi xuda, ya xuda. Fatihə, Əl-Fatihə. Kitabxana Sultan Cəfər Qurrayı cənablarının, Allah rəhmət eləsin, əlyazma kitablarından ki, məclisə verilibdir. Çox əmək, rəhmət çəkib. Bunu mən bir şey oxuyayım. Bunu elə bir ki, Sultan Qurrayı rəhmətlik yazıbdır. Bunu mən çevirim, görüm bunu oxuya biləcəyəm ya yox. Çox əmək, zəhmət çəkib gördüm. Əlim imdi çöş, təhdidiyü sildim qələm, failatun. Burada da belə bir şey yazıbdır. Amma o tarixi, indi biz qeydə o tarixin üstündə biraz danışaq. Şuraq budur. Eyləyib həqqə təvəccüh dedim, oldum tarix. Hangi tarix? İndi bu tarixi hangi? Eyləyib həqqə təvəccüh dedim, oldum tarix. Yərhəməllahu limən sənəəhu fil uqba. İndi mən burada tarix axtarıram. Yəni, əbcəd tarixi ilə yazıbdır. Bunu da çıxadıblar, kitabın əvvəlində qoyublar, 921. Amma həqqə təvəccüh görək ki, bunun nə cür olur. Həqqə təvəccüh nə ilə dedik ki, bunu əbcəd. Əbcəd hesabı ilə
mühasibə eylə. Görək haqqı təvəccühdən nə çıxır? Bunu mühasibə eləsə, mühasibi əbcəd hesabı kəbir. İbarət haqqı təvəccüh beyin surət است. نوشته حقه حق دارای تشدید است پس 2 بار حساب می شود. حق H 8 qaf 100 200'e gəlsə olar 200 bu da H də 5 cəm olar 213 təvəccüh. Nevişteyi təvəccüh özü. Təvəccüh T 400 vav 6 cim 3 H 5 cəmən 416 cəmi olar 626. Bu 627. Bu əbcəd hesabı 627 olacaqdır. Bu deyil. Əcəba, çünki bu 627 gəldi. İndi o birisi kəlməyə baxaq, görək ki, orada nə var. Dedi ki, dedim oldəm tarix. Eyliyübə baxaq görək. Eyliyüb əbcəd. Görək Eyliyübün tarixi neçəyə çıxır. Əlif 1-dir, ya 10-dir, lam 30-dir, y şeydir, vav 6-dir, b 10-dir. Cəmən oldu 59. Bu da, aha, beləsi də ola bilər, sərb eləyin. Burada indi oxuyarıq, bunu yazaq. Həqqə təvəccüh oldu 620 neçə, onu baxaq. Gedək üstə. 27. Həqqə. Bunu nədir oldu? Həqqə təvəccüh. Tamam, təşdid iləndir. Həqqə təvəccüh 627 Eyliyüb. Eyliyüb 59 yaxçı Eyliyüb 59 Eyliyüb həqiqətən dedim oldəm. Dedim oldəm. Dedim oldəm. Görün düz yazdım. Dedim oldəm. Əbcəd. Dedim oldəm. Bu da oldu 58. Əlbəttə dedim 58'dir. Bu da 81'dir. 139. 139. İndi tarixin özü. Tarix. Əbcəd. Tarix əbcəd. Aha. Ədl şahı istəmirəm ki, əbcəd. Getdi tarix yazaq. Tarix sözün əbcədlə göstər. Tamam. Tarix 400, əlif 1, r 200, y 10, x 600. Tamam, bu özü gəldi 1200, 1311'e oldu özü təhт canına. Okey, bu tarix deyib həs. Tarix olsa 1211'də yazılmış olar. Əgər bunları cəm eləsək, bu cəm eləsək, görək ki, o şey ki var idi, bunlar neçəyə gəlir? 139, 139,
59 artı 627 artı 59 825'e gəlir bu. 825'e gəlir buradan. 825 cəmi 825. Acaba mən düz bunu cəm elədim ya iştibah cəm elədim? 600, 700 yazmışım. Hardadır bu? İştibah yazmışım ehtimalən. Bir dəfə də bunu yazım. 59 artı 627 artı 139 825 düzdür. Üstə bu şeymiş, tamam. Burada Yerhamullah limən sənəəhu fil uqba. Əcəba bunlardan biri olacaqdır. Hər halda bunu mən tapa bilmədim. Mən çıxartdığım tarix o cümlədən olsa, dedim oldəm tarix. Tarixin özü desaq, özü 1200, tarixin 1211'ə gəldi. Tarixi əgər özün desaq, 1211 tarixinə düşür. Tamam. Bu kitabı baxdıq, gördük. İndi görək bir ayrı kitaba baxaq. Töhfə-i Şahidi. Tamam. Tuhfetül Farsiyin fi əhvali xiyvel mücahidin təyyarzadə. Baxaq görək ki, bu nədir? Əvvəl kitabın kağızına baxaq görək ki, burada kağız nə vəziyyətdə saxlanır. Görək kitab bir qərə dərinin üstündədir, cildi qərə dəridir. Onun üstündə qızıl ilə, ya qızıl suyu ilə, ya da ki, qızıl rəngi ilə kitabın üstünü bəzəyiblər. Çox gözəl bir haşiyəsi var və çərçivəsi var və sonra da ortada bir güldandır. Bu güldan modernidir. Nəzərimə mənim belə gəlir ki, içində də qızıl gül falan vardı. Nəzərimə gəlir ki, bu əks taza bir şeydir. O birisi səhifələrinə baxaq. The Walters Art Museum. Bu Walters Art Museum, hünər, muzey hünəri Walter. Əgər belə desək, orada saxlanır. The Walters Art Museum 600 North Charles Street, Baltimore, Maryland. Amerikada Maryland eyalətində, Baltimore şəhərində. Adresi də budur orada və bu aşağıda da veb-saytını yazıbdır ki, o veb-saytda saxlanır. Bəs bu kitab Amerikada saxlanır. Biraz da kiçildək ki, səhifəyə yerləşsin. Tamam. Bu səhifədə də görürük ki, yenə burada da yazıb ki, sağdan sola yazılıbdır, yəni türkçədir, onu yazıbdır. Görürük burada cildin əksini saldı, ya mən səhv edirəm, bəli, düzdür. Tazaşdan, yəni mən bunu gedim əvvələ. Əvvəldə cildi görürük, səhifə cildin için görürük, o danışqah, o muzənin yazısını görürük. İkinci səhifədir muzənin yazısı. Tazaşdan cildi göstərir, tazaşdan səhifənin özünü göstərir, ikinci əksi səhifədən göstərir və üçüncü boşdur, dördüncü boşdur, beşincində bir dənə at görürük. Bu kitabı görmüşük. Tazaşdan yenə bir at və əksi bunu görürük. Tazaşdan bir ayrısı. At haqqında bir kitab idi, əgər səhv eləmişik. Amma bu, o kitabı cırıblar, bir ayrı kitab düzəldiblər. Çünki əgər yadımızda olsa, biz belə bir kitab görmüşdük atdan. Şayət də bu fəqət nəqqaşidir. Zahirən hər səhifədə bunu kitabı çevirəcəyik. Əsli budur ki, bu kitabı gərək çevirək, beləsi tutaq. Çünki bu nəqqaşidir, beləsi eləyək. Tamam, aha. Qeydirəm əvvələ. Aha.
Bu kitab bir nəqqaşi kitabıdır zahirən. O kitablardan ki, ehtimalən səfə-səfə satırdılar. Dedik ki, bir səfəsini neçə milyon dolara satıblar. Onun ehtimalən bu da onlara tay bir kitabdır. İncə sənətdir, türklər çəkiblər. Burada bir atı görürük. Birinci nömrənin şəkli. Birinci nömrə şəkli. Yazıları var. Bunu qabaqdan oxumuşduq. Mənim yenə yadıma gəlir. Birinci nömrə. Orada tövzih verirdi bu atlara görə. At mərisliklarına görə, at saxlamağa görə. Bu adamı mən görürəm, bəli. Donunla gedibdi, ayağında bir qırmızı başmağı, başında da əmmamə kimi bir şeyi, saqqallı, atın da cilovun yaşıl rəhləyiblər və bir xurmayı rəngindən bir at, çox da gözəl hərəkət halında bundan əks alırlar. Bir ayrı kitabda bu səfənin arxası da belə boş görünür. O birisi səhifədə ikinci nömrənin şəkli, tövzihləri buna görə dedim bir ayrı kitabda oxumuşduq. Bunların tövzihi var idi. Burada 214 səhifəlik bir kitabla qarşıyıq. Əgər istəsəxdiyaq, əksləri də saya bilərik, amma burada ikinci nömrə yazdığı üçün özü əkslərə şey qoyur. Üçüncü nömrənin burada da görürük 2 nəfərə bunun üstündə, atın üstündə işlər. Atı nə cür saxlayacaqsan, nə cür şey edəcəksən, türklərin təxəssüsü idi. Türklərin ən böyük təxəssüsü. Çünki o zamanın tankı, o zamanın təyyarası atdır. Ona görə də bunlar türklər eləyə bilər atı əvvəl vəhşilikdən çıxadalar, saxlayalar, sonra onu minələr, sonra ona üzəngi üstünə palan yəhər və sonra da üzəngi qoyandan sonra, çünki üzəngi ki, ayaqları qoydular üstünə, o qabaqcan ayaq onun üstündə yox idi, bir yerə dayanmırdı adam. Elə ki, o üzəngini qoydular, ayaq onun üstündə dururdu, eləyə bilir də qalxıb onun üstündə mübarizə eləyərlər. Yəni, ona dayanaraq mübarizə ciddi, amma o olmayanda rahatca aşa bilirdilər savaşanda. Belə bir ixtiralar da vardı. Nal məsələsi, bilmirəm nalı da türklər ixtira eləyiblər, yox. Burada yenə də bir əksi atı görürük ki, bir ayrı başqa atdır. Burada da bir ayrı görürük. Bu hünərdir, incə sənətdir. Dedik bu türk dünyasında bu çox ciddi bir kitab imiş. Biz əlbəttə burada mərislikləri haqqında da oxumuşduq. Atı nə cür təlim bəlkə eləyir, bilmirəm ki, bəlkə burada o təlim mərhələlərini göstərir. Hər vəziyyətin əksini çəkibdir. At məsələn südüyü gəlir, onun da əksini salıbdır. Zahirən atın daldan müayinə edir atı. Çox gözəl. Burada da nəqqaşinin üstündə atı neçə yer, 2 yerə bölübdür. Nə cür məsələn quyruğu eşikdədir, başı eşikdədir lan. O nəqqaşinin teknikini də elə bir göstərir, amma mən üçün nə göstərir? Heyf kimi. Amma bura kitabın içinə su tökülüb, bir şey tökülübdür. Bu nəqqaşinin keyfiyyəti, gözəlliyi aradan gedibdir, amma 2 dənə atın əksini görürük. Beni toğmuş tablə, heyət və surət. Təəssüflə mən əksləri saymadım, sonra əkslər yaddan çıxıbdır, şümarə qoymuyubdur. Başında oladır barədə ya əlac sürmədə. Başına əlac sürür, hər halda onun əksidir. İllətədir salim heyvan. Təlim, yəni bəli, atı minibdir, bunu nə cür təlim elətdirir? Dedim, bu at sürmək, atın mərisliği haqqında eləyə bilər ki, burada da bir şeylər yazıbdır, calibdir, atın da ayağında bir şey var, o nədir? Bəzi belədə bir heyvana su içirə bilirkə, bu qarində sılıq, bilmirəm, oxuya bilmirəm xəttin. İndi atı yatırdıb, ayaqlarını da bağlayıb, ağzından bir şey tökür içərinə. Burada mərisliğin yazıbdır. Dedim, bu kitabı biz qabaqdan görmüşdük. Tutmayan qəsd ala mozii məhudi yığanıb iç bağıra gibi bəzi müalicə vəz olunmək surəti. Hər halda daldan heyvanın qarnına bir şeylər soxur ya, bir şey edir, onun əksidir. Üstünə tül salıbdır. Gözəl bir tül salıb insafən. Bir dəxi, burada da bir ayrı nəqqaş, çox gözəl nəqqaşlərlə qarşı-qarşı yox, amma dedim, bu mən qabaqca oxuduğum kitabda belə nəzərimə gəlir ki, bəlkə bunun çox ola əksi, amma burada da əksin yeri boşdur, 2-3, aha, burada kitabı yazıya gəldi.
Kitab yazıya gəldi. Bu çevirək yazını oxumaq tərəfinə gələk. Görək ki, yazı bölümünə nəqqaşilərdən həman kitab olacaqdır. Burada yazıları görürük. Tarix də vurub 721. Əgər iştibah eləməsəm belə bir tarix qoyubdur. Yekəldim görüm ki, oxuya bilirəm bunu ya yox. Mərsun seyfidə ya mövsimi seyfidə him səfərdə, hini səfərdə və bir iki gülə gün su bölünməyəcək bilinib heyvanda sədmə murad olduqda vaxti həzərdə heyvan çirçibi susayınca qədər su verilməyib. Bədə bir miqdar suğun soyuda içinə bir iki qəbzə arpa unu atılar. Hər halda burada bir şeylər yazıbdır ki, heyvan susuz qalsa onu nədir eləmək. Amma Şakir Mühəmməd adlı bir adam bunu yazıbdır. Mən burada 700 neçə bunu oxuyaq ya da 71-ini oxuyuram, amma o nədir? Məlhuz isə bu minval məhrəz su içirərək və burnuna yağ dökülərək sir edələr. Burada məsələn 700 Şakir Məhəmməd 700 bu mim kimi yazıbdır, başladı və qırmızı yazılar var və qərə yazılar var. Burada o xəstəliklər haqqında fikir bunu qabaqcan deyil, amma çünki təxəssüsüdür vaqiyyət budur. Əlbəttə kitabın özü də biraz çətin yazılıb. İkinci növ heyvanın dərində olan qudrəti bəyanında olub burada iki dörlü idi kəndinə bir tamam bu şeydir. Yəni xətti biraz çox fərqlidir. Bunu da öncə görmüşdük. Əvvəldə nəqqaşiləri gördük, amma o kitabda yadıma gələn həman kitabdır. Yox, yadıma gələn elə. Hətta yadıma gəlir ki, o kitabı açarkən burada da kitabın sonuna gəlir. Sonunda əcəba buranı qələt-qulət oxusaq, oxuya bilsək, burada bəlkə bir tarix çıxada bilərik. Burada Osmanlı dövrünün bayrağının o dövlət əlaməti ki vardı, şəmşirlər, tüfəklər filanlar, onun birazı burada çəkilibdir. Şəmşirdir, neyzədir, bayraqlardır, filandır, bunlar var, amma bir də zeytun ağacının şeyləri var, qanadı var, amma qalanı yoxdur. Çabuk səvar, səmənd atəş inad, rüşdü çiyasət, çiyani atəş inan, rüşdü çiyasət və farsıl xiyal. Farsıl xiyal adlı fars minən. Farsıl xiyal hünərvəri və fərasət olan zəvati dirayət səmatə puşidə və məstur dəgüldür ki, hər bir rəhnəvərdi çabuk kəram ya çabuk haram sağnat ciyad himmətdir. Lücami zərrinə həmdü sinayi xaliq asmanə və zəminə və sərvəc simim salat və suruci səmimi salatu selam fəxrül mürsəlin ilə برزیب و زیم و غاشیه زراندود ترزیه اصحاب کریمه ایله تزیین اتمیه به هر حال سرمنزلی مرام مقصوده واصل اوله
burada bir şey yazıbdır. Əlbəttə bunları çox oxuyuram. Bunlar kitabı da gördünüz daha, yəni indi başladım oxumağa. Cəlibdir bu kitabın. Bu birincisidir, bu da ikinci kitabı yazaq. Deyir ki, sərmənzili məram məqsudə vasil olə sin cəfa misəllü ehtimalən səri xeyli səlatin. Mən cəfa oxudum, amma cəfa da ola bilər, olmasın. Misillü sərf xeyli səlatin zaman və nqadi dudman Ali Osman. Məsələn, bu zaman و dudman مثل DH yazılıbdır. Mən amma bunu indi qabaqcanda oxuduğum kitablarda yadıma gəlir ki, bəzən bunu məsələn naməni biz belə yazanda ya nani, məsələn nöqtəni axirin əyrir, o nöqtə edilir. Hər halda bu onu göstərməyə ehtiyacı vardır ki, adam görməsə bilməyəcək, o nundur. Ona görə indi bunu kitabla tanışmağa çalışıram əlan. سلاطین زمان و نگادی دودمان آل عثمان اعنی بهی از سلطان ابنی از سلطان عبدالمجید قادر عبدالمجید خان ابنی tamam Sultan. Kitabın adı neydi? Töhfe-i Farsin ve Ehval-i Xiyul-i Mücahidin. Töhfe-i oxuyaq görək surətinə çıxacaqdır. Yəni at sürənlərə töhfə, heyvanların, mücahidlərin, heyvanların əhvalında. Belə bir kitabın adı budur. Təyyarzadə də bunu yazandır. Yəni əslində belədir. Amma indi baxaq görək deyir ki, ad, bunu burada yazaq. Sonra çağ. Kimin çağında yazılıbdır? O çağı çıxadaq burada. Fikir edirəm bu kitabı oxumuşdum. Ali Osman əni bihi əs-Sultan ibni Sultan Əbdülməcid Sultan Əbdülməcid خان ابن سلطان الغازی سلطان غازی محمود خان لا زالت شمول اقباله الى اقراء الدوران İlə axir devran dövran olacaqdır. Dövran Əfəndimiz Həzrətlərinin pərvəriş yaftiyi məsbəli feyz nə mənə? Feyz namütenahi ilahi olan rəxşi zərrin lücam şəvkət və شأن و اشهب موزون خرام اقبال معالی عنوان ملوکانلری مادامی که کشیده ساحت ستایش و حسن کلام و زربفت دعای واجب الادا سیل صدر پیمای اجابت بزین مزین اولاندام müzeyyənül əndam olmaya kəmiyyəti çabuk ədayı, mən kəmiyyət oxudum, kəmiyyəti çabuk ədayı ənan xidmət dəxil rəsidi fəzayı hüsni qəbul olə yen bir cəfid cəfadı təslim kərdiyi ərbab insaf. Buradan da getir listə 43-cü bab miskin əlləti bəyanındadır. Miskin illəti bəyanındadır ya müsəkkin illəti bəyanındadır. Burada kitab bu başdan başlanacaqdır. Tamam. Yəni mən kitabı o başdan oxumuşam. Bu başdan oxunacaqmış. Kitab bu başdan oxunacaqmış, gedəcəkmiş o başa. Digital
Facsimile of Walter's M.S. Fulan book on horses title Tuhfatul Farisin Tuhfatul Farisin fi ahvali Hüyuli hemen Hüyulil Mücahidin. Tamam, kitabın adı beləsi qoyubdur. Acaba biz bunu ərəbcəsinin kitabın özünü görə bilərmi, yox? Ona bir baxaq. Qeydirəm indi yavaş-yavaş bir dana. Burada o latincəki yazıbdır o şey. Töhfətül Farisin və Əhval Xuyul Mücahidin kitabın adını burada yazıbdır. Əhməd Əta Təyyarzadə. Yazan da budur. Bu kimdir? A written name Şakir Muhammed. As a written name. Bəs bu kimdir? Təbilə. As a written name Əhməd Əta Təyyarzadə. Bir ad bu yazılıbdır. Name in vernacular. Adda harda yazılan ad vernacular. Əhməd Əta Təyyarzadə. 2 nəfərin adı budur. This is a illustrated Ottoman copy of a Turkish work on the training and care of war horses. Adını yazıb burada İngiliscə kitabın adını by Əhməd Əta Təyyarzadə 1294-cü ildə 1877-ci ildə. The text was written in Rugi script by Şakir Muhammed. Bu da bundan deyir. Bu da şey eləyibdir. Nusxa yəni Şakir. Yazan Əhməd Əttarzadədir. Yazar Əhməd Əttazadə. Əttar yox. Ətazadə. Nusxəti Şakir Məhəmməd. Burada kitaba belə şey qoyublar. Çabuk səvar səməndə ateş inanu şüd. Belə bir şey də burada yazıblar. Kitabın burada gəldik, yetişdik özünə, cildini görürük buradan. 2-3 səfər boşdur. Ondan sonra listi görürük. Ondan sonra gedirik kitabı, o qisməti ki oxudum onu görürük və davamı beləsi davam edir və nəqqaşilər də kitabın sonunda olacaqdır. İndi bunun birinci səhifəsini biz oxuduq burada. Bunu oxuduq. Biraz qələt də oxusaq, oxumağa çalışdıq. Burada onun ərbab-ı insafdan sonra nədir olubdu, gedirdi şeyə. Mən iştibah eləmişəm. Əvvəl fehristidir, görürük. Sonra gəlir kitabın birinci səhifəsinə və ikinci uqul. Əhval-ı uquludur. Çünki o bir padişah-ı məarif iktinad mərahim pənahidir ki, ənani şəbrizi həməmi cəmilə və lücami توسعی مطالب cəlilələri hər bar siməti daniş və hünərvər hüsni mərzi küşdar ülüvi himmətləri təksir ulum fünunə fəzari vəsil ارجای معارف آشنایی و فصاحت و بادیی پیمای سخندان و فصاحت اولان فارسانی معارف şinasanın her biri Farisani muarif şinasanın her Farisan dedik at sürənlər. Muarif şinasanın her biri bir vadiden sahəyi muarifi məsahi bəlağət pərdaziyyə at sürmeye başlamış ve destiyari sulcan der
از آن لریل çuği tahsin ve mühri aferin kapmış olduklarına mebni sayi hünervayi Cenab-ı Şehenşahi de lehül hamdü vel minne çafi funun ve ulume dair nete kitab-ı resail cem ve ta'lif ve elsine ecnebiyeden dahi çok kitaplar zaban el-azebül beyan Türkiye tercüme ile terkib tedvin olunmuş olduğu halde tenha sevar sahray vesi'ül ircay risalet ve yekta تحسین سند پیغمبری و nübüvvet illiye ekmelü salat ve tehiyyet Efendimiz Hazretlerinin ecnası heyvanın cümlesinden ziyade meyl-i mehabbet buyurmuşlar oldukları feres ilmine ya fürüs ilmine müteallik lisan-ı Türkiye'de müteber ve müsahih henüz bir kitap tesnif ve tercüme olunmamış idiken ve ulemâ-i zîfunûnun Arap dilin mahmeril Arap'den Mahmedül Benbakhş ve Aristoteles ve Aristoteles nam hakimin talifindesinden sin bu kitap bulunan Aristoteles nam hakimin talifinden sin bu kitap bulunan kitab ile diğer bir risale ilmi mezburi havi ve ragam haviye ve gam beyterlik şey olur da hayvanat döktürür. Burada bir kelime yazmalıyım. Yemin havi vegei beyteriyen fevaid ve menafi cunacuni mühtevi ederler yagnen mebni mühtevi ederlerinen mebni bir muza'a bir abdi kem bezaat ve bezeyi mefkudul istita'a ve bezeyi ihtimalen olacaqdır ya bezeti mefkudul istitaat'dür saadet orduy Humayun muhasebecin bulunan الودی چیزی تا مستعب از این چیزی de müstəyidir məşayə الودی bunu oxumuşuq, qətən oxumuşuq cirmu meta ya və Ata Tayyarzade Ahmed Ata ve Ata Tayyarzade Ahmed Ata vadi fiten inşadır. Burada adın yazıbdır ve Ata Tayyarzade Ahmed Ata vadi fiten inşadır. Fem ve tariq سخن پردازی و و قلمده پیاده dür acel olduğundan piyade dür acel olduğundan itiraf ile beraber mücerred bir eser acizane bırakmak emniye sile kitap ve risale-i mezkureyi بعد tercüme tertib ve terkib ile
terkib irərək Tühfe-i Farsiyin fi Ahval Heyvan Mücahidin namilə Tühfe-i Farsiyin kitabın adı. Tühfe el-Farsiyin fi Ahval Heyvan Mücahidin namilə təsmiyə və tərsim nəqqaşlıq və sahi üzvü atifeti kişidə əfvü atifeti kişidə və təqdim etmişdir mütaliəsinə rəğbət buyuranlardan ma'mul və müstəd'a ma'mul ümidvar ma'mul və müstəd'adır ki kitab-ı məzkurun əlfazi münşiyatindən sadə olan kələmat-ı səqim və ibarat-ı rəkik sindən iğmaz və təsamüh buyururlar və ab ilmi a'ləmi bis-səvabi və bihi Allah olacaq. Allahu a'ləmi bis-səvabi bihi nəstəin. Birinci bab atlərül filan. Tarixi mən görmədim, görsəm də oxuyanmadım. İndi beləsi getməliyik bunu. Buradan başlayır kitabın özünə girir. Əlbəttə ki, bu kitab çox önəmli bir kitabmış. Burada bir Həzrəti İbrahim və İsmail əleyhissalam. Tamam da bu at haqqında. Tamam, bunları gördük. Bu kitabı daha gördük. Məncə çox önəmli bir kitabdır. Burada tarix yazmışlar. O tarix zahirən son zamanlarda yazıbdır. Amma bunu biz nə cür çıxadarıq? Kitab bəllidir ki, kimə təqdim olubdur. O töhfə ki olduğu şahın adını yazsaq. Sultan Abdülməcid Xan ibn Sultan Qazi Mahmud Xan. Görək ki, bunu Sultan Abdülməcid Xan ibn Sultan Qazi Mahmud Xan. Görək ki, bunun haqqında bizə bir məlumat verir ya yox. İhtimalən o tarix ki vurmuşlar, o tarix üzündə olacaq 1200 falan yazmışdı, 1210. Əlbəttə bu ayrı kitabdır. Buradan bir xətt çəkək, bəlli olsun ki, bu ayrı kitabdır. Getdi bunun şeyini yazır. Əbcədin istəmirdik. Kimdir? Kimdir və hansı hicri tarixdə yaşırmış? Görək ki, bunu bizə gətirir. Kimdir? Yoxsa Sultan Abdülməcid Xan ibn Sultan Qazi Mahmud Xan Osmanlı dövlətinin 31-ci padişahıdır. 36 padişahı vardı. Onun 31-cisidir. Kimdir? Tam adı Abdülməcid Xan ibn Sultan Mahmud Xan Sani. Mahmud Sani'nin oğludur. Atabası Sultan Mahmud Xan Sani. Dədəsi budur. Andası anası yəni. Andası bizim alim, Validə Sultan. Silsile Osman oğulları. Sultan Abdülməcid Xan Tənzimat dövranının padişahıdır və Osmanlıda islahatın rəsmən elan olunduğu dövr onun zamanındadır. Hicri tarixlər 1238-də doğulubdur. 1238-də doğulub İstanbulda və 1255-də səltənəti çıxıbdır. Pədərisi Sultan Mahmud Xan Sani'nin vəfatından sonra taxta çıxmışdır. Vəfatı 1277-dədir. 1277. Tamam. Bu kitabda bu
bu zamanda yazılsa, yəni onda bu əvvəldəki dedi, bu kitabın qeyd etsək əvvəlinə, bu ingiliscə yazmışdılar. Burada yazmışdı ki 1877, yəni İslami tarixi 1294. 1294-də əlbəttə o zaman yazılmayıb. Qabaq yazılıb çünki Sultan Əbdülməcid xan 1277-də Allahın rəhmətinə getdiyi üçün bu kitab bunun zamanında yazılacaqdı. Bunun zamanında da yazılsa, deyək ki, məsələn, axir ilində belə yazılsa, yəni 1277-də belə yazılmış olsa, yenə də bu kitab ki, burada tarix yazıblar, bundan düz deyil. Çünki bu yazıbdır 1294-də bu kitab yazılıbdır. Əlbəttə, burada aşağıda yazılıb 1271-də yazılıbdır. Ehtimalən bu 1271 düz olar. Yəni, onda yazan kitabı, əsli yazan Şakir Məhəmməddir. Amma kitabın özündə Ətazadənin adı yazılıbdır. Ona görə Ətazadə yazmış olacaqdır. Amma bu nə cür olubdur? Bəs bunu 1271-də kitabın yazılma tarixi 1271 məncə düzdür. Çünki o birisi tarix ki 1294-dür. Onda mərhum Sultan Əbdülməcid xan, Allah rəhmət eləsin, çoxdandır vəfat edibdir. Onu o zaman olmaz. O zaman yazsaydı ayrı adamın adını yazardı. Çünki onun dövrəsində pul alır yazır. Bunun dövrəsində yazdığı üçün bu şah diridir. 1271-ci il mənim ağlıma batdı. Ona görə bu kitab bu zamanda yazılmış olar. Amma bu ki kitabın indi bir dənə irişəyəcək. Əta Təyyarzadə bu kitabda bunun adını gördük biz. Bu səhifədə, əgər səhv eləmirsəm, burada biz Cürmü Əta Təyyarzadə Əhməd Təyyar, Əhməd Əta, Əhməd Əta Təyyarzadə, Cürmü Əta, mən bunu da Əta şey olmuşum, Cürmü Əta Təyyarzadə Əhməd Əta Vadi Fitəni İnşa və rəqəmi və təriqi süxən pərdazı və qələmdə bəya piyadədir. Əcəl piyadədir. Əcəl olduğun etiraf ilə bərabər mücərrəd bir əsəri acizanə bırakma əmniyyəsi ilə kitab və risali məzkuriyi bədə tərcümə, tərtib və tərkib. Hər halda bunu oxumuşduq. Yəni adını da burada oxuduq. Burada bunun adı, yəni yazılan zahirən özünün, yazarın adı Əta Təyyar. Məncə burada iştibah büdrəsi olubdur. Yəni indi qeysaq yenə bir də o ingilisi bölümünə, orada belə bir yanlışlığa yol veriblər. Bu iki adamın tarixin, yəni Əta Təyyarzadə ilə bu Şakirin tarixlərin səhv yazıblar məncə. Hətta burada diqqət eləsək, yox, burada da o deyil. Burada biz hər halda məncə bu tarixləri iştibah ediblər. Çünki Əta Təyyarzadə, Əhməd Əta Təyyarzadə bu kitabı yazan budur. Aha, burada bir şey yazıbdır. Oxuyaq bunu. The main text is preceded by a detailed table of context. Full falan, bir falan, üç falan. Birinci səhifənin ikinci arxası. Səhifə vərəqin bir üzü var, bir arxası var. O arxasına B deyir. 1B və 3A. Birinci səhifənin arxasında, ikinci səhifənin üçüncü səhifədə A-də, üçüncü səhifənin A-ində and on fall 3B it states that the work was dedicated to Sultan
Məcid 1255 Hicridə doğulub və 1839-da, yəni 1277-də ölübdür. Tamam. There are 30 illustrations of horses at the end of the manuscript. 30 dənə də burada nəqqaşı vardı şeydə. İndi bu mən dediyim budur. Bu Şakir Məhəmməd tarixi düz deyil. Bu tarixləri səhv yazıblar məncə. İndi biz bunu nə cür çıxardaq? Görək ki, əcəba Əhməd Əta Tayyarzadəni bizə gətirə bilirmi? Biz şahın ömrünü çıxartdıq da. Bu kitab qətlən bunun ömründə yazılıbdır. Çün Əhməd şey yazıbdır. Çün bunu da yazan adı nə idi? Əhməd Ətazadə. Təyyarzadə, üzrəm. Əhməd Əta Təyyarzadə. Bu da qətlən bunun şeyində zamanında yazmalıdır. Amma gedək buradan bir soruşaq şöyle ki Əhməd Əta Təyyarzadə. Təyyar olacaqdı, iştibah yazdıq. Təyyarzadə kimdir və hansı və kimdir? O Əbdülməcid xan, Sultan Əbdülməcid xan. O Sultan Əbdülməcid xan zamanı atlar haqda bir kitab yazmışdır. Bir Türkçe kitab. Haqda Türkçe bir kitab yazmışdır. Türkçe bir kitab yazmışdır. Beləsi deyək, görək ki, nə gətirir? Əcəba eləyə bilir ki, bunu gətirsin. Bəli, این احمد عطا طیارزاده که دربارش پرسیدی نویسنده تاریخی عثمانی با نام طیارزاده احمد عطا است. احتمالا در منابع فارسی با همین شکل احمد عطا طیارزاده هم گفته شده. او نویسنده کتاب تاریخی مهمی به نام تاریخ عطا بوده است. عجب! این اثر یک تاریخنامه وسیع به زبان عثمانی ترکی عثمانی است که در دهه‌های آخر قرن 19 میلادی حدود سال 1293 هجری قمری 1877 میلادی منتشر شده. درباره تاریخ عطا. عنوان اثر تاریخی عطا. مؤلف طیارزاده احمد عطا. زبان ترکی عثمانی با رسم الخط عربی. موضوع تاریخ عثمانی و رویدادهای تاریخی در دورهای مختلف امپراتوری عثمانی با اسناد به منابع و اسناد تاریخی. این کتاب چندین جلد دارد. بیش از 3 تا 5 جلد بسته به نسخه ایچه کتابخانه‌ها دارند. اهمیت اثر o değil. Hanki bizə bir məlumat verir ki, bu adam məşhurdur, onun zindicanlığını tapmaq olar. Yəni bu da o haqda bir bizim bu şeyi, yəni bu internet görürsüz, araşdırmanı nə rahat eləyibdir. Yəni qabaqcan biz istəyirdik bir dənə araşdırma aparaq, gərək gedirik kitabxanalara, dolanıyordıq, oradan buradan. Həman bu məlumatı ki internet verir, onları alacaqdır. Kitablar yalandır, qətlən onların içində doludur yalanlar. Yalanları kitabda taparsınız, ayrı bir yerdə tapanmazsınız. Yalanlar toplumda yayılırlar, kitablardan götürülərək topluma gedir. Orada o cür olur. Amma eyni halda biz istəyək bir araşdırma aparaq, o kitablarda aparacaqdıq. O kitabları indi bu internet bizə çox rahat verir. Mən ehtiyacı yoxdur, duram gedən məsələn, ehtimalən bu adamın haqqında ya bu kitabın haqqında istəyəm əlimdə olaydı, oxuyaydım, istəyirdim, görəm bu tarixi çıxadam, gərək görəydim, gedəydim 10-15 dənə kitabxanaya baş verəydim, bu kitabı tapaydım, filan bəhman beləsi. Yəni internet o qədər işimizi rahat edibdir. Amma nə oldu, bu niyə? Dedik Əhməd Əta, Əhməd
Əhməd Əta Təyyarzadə hangi illər arasında yazılmış? Görək ki, görək bunu göndərir ya yox. Bu fəqət bizə orada çox köməklik edir ki, biz biraz rahatca, əlbəttə bu beyin yumaqda, cəhalət mühəndisliğini aparmaqda da çox rolu var. Düzdür, indi apardım məsələn. Gedərdim onu şagirdlik elərdim belə. Amma alternativ düşüncə indi internet bizə bunu göstərir. Yəni internetlə insanlar eləyə bilər o alternativ düşüncələri, fərqli düşüncələri desək, ya müsəllət fikrə qarşı, o cəhalət mühəndisliği yaratdığı fikrə qarşı, hətta onunla mübarizə eləyən bir düşüncəyə alternativ düşüncə deyirik. O alternativ düşüncələrin gəlməsi ilə biz internet bunları bizə rahat yetişdirir. Biz indi alternativ düşüncələrə daha çox əl tapa bilirik. O halda ki, internetdən öncə yaygın düşüncə, o üçün mühəndislik cəhlin pulu və gücü onu aparırdı qabağa, biz fəqət onu görürdük, onu oxuyırdıq. İndi isə internetlə onlar ki, gücsüz idilər 10-15 il, 20 il bundan öncə və onların düşüncələri alternativ olaraq o hakim gücün qarşısında, istədiyinin qarşısında görsənmirdi. Bu internet onları bizə göstərir. Amma mən də belə danışıram ki, bəlkə bu yazı gələ, amma bu da istəmir o yazını gətirsin. Yəni, belə bir vəziyyət vardı. Mən deyirəm, bəlkə internetdən də, amma görürəm ki, internetimiz də deyir ki, bər əsas ittilaat nusxəhay kitabxaneyi این اثر با نام تاریخی عطا در حدود سال 1293 هجری قمری نوشته شده معادل 1877. Dedik ki, bu bəli, bu qətlən o birisi şahın dövrəsində də olubdu. Tarix əta deyə yazıbdı. Amma mən dedim ki, bunu tamam da, tamam. Bu hətta elə bizi görər. Yəni mən dediyim düzdür, nəzərə gələn bu adam kitabı yazıbdı. O şükür hər kəsdir. Nüsxəçidir. Şakir Məhəmməd nüsxəçidir. Amma tarixlər iştibah yazılıbdır. Yəni Şakir Məhəmmədin burada görürük ki, tarixin Şakir Məhəmmədi vurublar 1271-ə, yəni Osmanlı Əbdülməcid xan rəhmətliğin həyatı zamanına vurublar və bu yazanı Ətanı Əhməd Əta Təyyarzadənin tarixində vurublar 1294, yəni 7 il rəhmətlik Sultan Əbdülməcid xan vəfat edəndən sonra bu kitabı yazsaydı, onun adını yazılar. Necə ki, o tarixdə də ehtimalən o tarixi görüm, əcəba bir tarix əta bizim indi bir İstanbul kitabxanasına bir əlimiz çatırdı bir saytıdan. Əcəba onu tapa bilərmiyik ya yox? İstanbulda qalan nə mənə kitabxananın adı? İndi İstanbul Kütüphanesi. Adı İstanbul değil, kitabxananın adı amma onun adı o değildi, amma biz eləyə bilsək əgər onun bir ayrı adı var idi. Kütüphanemiz hər halda bura gəldik. Bura bələdiyyəninkidir, amma bələdiyyədə o kitablar yoxdur. Gedək buradan soruşaq. Türkiye'de el yazma
kitabları saklayan qurumun linkin ver lütfen. İşte bak. Tamam. Türkiye'de el yazma kitapları saklayan qurumun linkin ver. Ayda bu sefer yazmışıq, tamam. Görək ki, əcəba bunu gətirir ya yox. Kitabxane dijital üçün mötəbər məsuliyyət və vəzifənin Türkiyə nəsxə xətti mütun tarixi filan necəsində portal rəsmi Cumhuriyyət Türkiyə İndi burada baxaq görək ki, əcəba o kitab ki biz istəyirdik orada vardı. Amma bu ətanın tarixində orada soruşa bilərik ki, görək ki, tarixi əta. Bu o kitabxana ki biz öncədən ondan danışırdıq, o dəldi. Ata tarihi. Bu da şeydir. Tarixi əta. Görək ki, əcəba belə bir şey gətirir ya yox. Tarixi əta gətirmədi. Gedək bunu farsıya. Əta tarihi. Mən bunu geri çevirəm. Əta tarihi gətirmədi. Əcəba əta tarixi adlı kitabın online əcəba əta tarixi adlı kitabı online bulmaq olarmı? Görək ki, bir dərhal nüsxə kamil rəsmi online rayqan tarix əta در وب مورد اطمینان دولتی عمومی توجیه قرار ندارد که بتوان مستقیما از اطمینان دانلود یا خواند. منابع معتبر کتابخانه بسیار baxaq görək burada nə var. Tarihi əta. Əcəba bunun dedi ki autor, tamam. Text burada bir BB text, BIB text, endnote. Görək ki, əcəb bir şey gətirir burada. Burada şey oldu amma. Görək bundan bir şey yox, gətirmir. Təəssüflər olsun ki bir şey gətirmədi, yəni. Ehtimalən bir ayrısına baxaq ki,
Tamam, bir ayrısına baxaq. Şurası dərcəhi digər Google Book, bəlkə Google Book'da məhdud şəkildə olsa, bu da o deyil, görmüşdük, bu deyil. İstədiyimiz o deyil. Min 293-də çap olubdur. Nüsxə həmin nüsxə kamil rayqan onlayn در منابع رسمی قابل دانلود در دسترس نیست. آموزش بدهم چطور ممکن است بخواهید دیزاین از طریق کتابخانه دانشگاه دسته بگیریم. Bəli. Görək. Görsəsi, görək acaba eləyə bilsək bir görək heç olmasa onu bir baxarıq, görürük ki burada Google-də ki bunu dedik görsətmədi, təəssüflə bunu görsətmədi, gedək Japon nüsxə های فیزیکی موجود در کتابخانه فلان ژاپن. Acaba bir neçə kəlmə qoy da. Valla bir neçə kəlməsini qoyun oxuyaq. Toyo Banku Opak. Görün burada bir download eləməyə dedi, amma limited display. Təəssüflə Before 959 Turkish Ottoman İşbu Cüld-i Salisin nisvi Şeyx Yahya Əfəndi mətbəəsində təb etdirilmiş isə də nisvi digəri Əndərun-i Humayun'dən müfiz bəsirət qəzetesi müsfizi bəsirət qəzetesi sahibi imtiyazi İzzətli Əli Əfəndinin mətbəəsində təb və təmsil etdirilmişdir. Tamam, əcəba bunu bir zərrə göstərə bilərsənmi? Burada gətiribdir, tamam. Burada bir şey gətirdi, inşallah ki açsın. Əydat. Bir heç olmasa bir səfəsini görsətsəydi biz ondan bir ləzzət aparardıq, amma təəssüflər olsun Japonu da oxuyamırıq. Görək bunlarda nə yazıblar. Ki adam heç olmasa bunun bir neçə səhifəsini görə. Bu özü bir şeydir, yəni İstanbul. Bu özü bir səadətdir ki, adam bir kitabı axtarıb, tapıb, onu heç olmasa cildin görə. Özü bu bir ciddən səadətdir. Məncə insanın səadətlərindən biri odur. Aha, Süleymaniye Kütüphanəsi, tamam. Burada olar. Süleymaniye Göç Üniversitesi, bu deyil. Mən Süleymaniye Kütüphanəsini istirdim, tamam. Onu Süleymaniye Kütüphanəsi mənə yetər. Haradaydı? Milli Kütüphanə Şamlı Azar Resimci Milli Kütüphane Dijital Süleymaniye Kütüphanesi haradadır? Süleymaniye Library. Bu değil. Bəlkə gedib o danışqaha ilac edibdir. Amma inanmıram. Milli Kütüphane. Görək burada Milli Kütüphanədən bəlkə onu tapsam indirərəm, əgər icazə versə. Ərzişi vardı.
O cür bir kitabı indirmağın ərzişi var. Amma mənim internetimdə ya onların şeyindəndir, serverlərindəndir. Çox yüngül hərəkət edir. A to Z list. Yaxşı, burada deyək ki, biz hardan bir şey search yoxudur bunun. Burada var. Əta tarihi. Ay, yenə də bunu iştibah yazırıq. Əta tarihi. Görək acaba tapa bilir bizə. Tapmadı. Acaba bunu əta yerinə ətanı belə yazsaq necə? Yoxdur, bunu da tapmadı. Bunu bağlayaq. Bunu da bağlayaq. Görək ki, Süleymaniye Kütüphanəsi. Bu haradır? Milli Kütüphanəyə baxdıq. Danışgah bunlarda da yoxdur. Sabancı falan. Süleymaniye Kütüphanesinin linkini ver. İttihat Fehri Süleymaniye Library. Burada olsa çox yaxşı olur, amma açmır. Yəni bu günləri mənim internetim çox zəifdir. Nədən isə danışgah falan. Tamam. Axtarırıq, onu tapar. Bir şey gördüm burada, bir Süleymaniye. E-mailidir bu. Burada indi ilk kitaplarda baxaq görək. Acaba ilk kitaplarda vardı. İnternet üzrə yazılmış kitaplar. Bunlar açılmadılar, amma bu açıldı. Burada bir yerdə axtaracaqdıq. Ata tarihi. Görək gətirir ya yox. Gətirmədi. Ata tarihi. Gətirmədi. Bu olduğu halətdə ehtimalən bir şey də yoxdur. Əli yazmalar haradaydı? Əli gərik hazırlamaq haqqımızda sözlük, kitap satışı, iletişim, kitaplar bağlı falan. Burada bir yerdə hər halda qalsın, bunu bir əgərcə eləsək taparıq. Yəni çox uzun zaman buna sərf elədik, amma tapa bilmədik bir şey. Mən çox sevinirəm bu günləri ki, hər halda bəlkə onu bir dəfə də oxumuşduq. Yəni bəlkə deyəndə %99 inanıram ki, o kitabı, ikinci kitabı Töhfətül Farsiyyin fi Əhval Heyvanul Mücahidin, mən bunu nəzərimə gəlir ki, %100 oxumuşdum. %99 heç olmasa deyim oxumuşdum. Amma bir dəfə də oxudum. Nəzərimə gəldi ki, bir zadədə oxusam onu yaxşı oxuyaram. Yəni əvvəldə o qədər ciddi oxuya bilmirdim, amma indi biraz nəzərimə gəldi yaxşı oxuram.
Amma Töhfə-i Şahidini də oxuduq, şeiridir. Onu da qabaqcadan deyirəm və oxumuşduq. Hər halda bu iki kitabı bu günləri tanış olduq. Umarım inşallah bunlar bizə köməklik eləyirlər ki, düşmənlərin cəhalət mühəndisliyi yaratdıqları atmosferdən, havadan, yaşamdan, düşüncədən, anlayışdan çıxıb öz milli və tarixi, təbii inkişaf elətdiyimiz düşüncələrə qayıdaq. Sağ olun, sağ qalın. Allah ömür verirsə bir ayrı gün, bir ayrı kitablarla tanış olarıq. Hələlik.